Web səhifələrində tez-tez rast gəldiyimiz və ən çox istifadə olunan elementlərdən biri buttonlardır. Yəni bizim dilimizə tərcümə etsək düymələrdir. Düymələr nə üçün istifadə olunur? Bunlar səhifədə yerləşdirilir və istifadəçi üstünə klik elədikdə hər hansı bir prosesi başlatır və müəyyən bir işi yerinə yetirir. Biz bu düymələri necə səhifəmizə əlavə edə bilərik, ona baxaq. Bunun üçün biz button təqindən istifadə edirik və bunu yazandan sonra avtomatik burada görürsünüz ki, bir düymə yaranır, amma içi boşdur. Biz bura bir mətin yazaq. Bu iki elementin arasında bu şəkildə yazıram. Click. Gördüyünüz kimi məcmunun içində görsənir. Və mən bu düymənin üstünə klik edə bilirəm. Biz artıq JavaScript mövzularına başlayandan sonra orada daha çox nümunələrə baxacağıq bunlarla bağlı və həmin bu buttona klik eləyəndə müəyyən bir işlər görəcəyik. Bu işlər nə ola bilər? Hər hansı bir formu doldurandan sonra istifadəçinin datalarını götürmək və o dataları yoxlamaq üçün istifadə edə bilərik və yaxud bir prosesi yerinə yetirib sonunda bildiriş göstərə bilərik və yaxud da ki, serverə sorğu göndərə bilərik. Yəni istifadə imkanları genişdir və bir çox hallarda da istifadə olunur. Bundan başqa buttonun tez-tez istifadə olunan bir atributu var. Bu atribut disabled'dır və gördüyünüz kimi burada bu düymənin rəngi solğunlaşdı və üstünə klik edə bilmirəm. Bu bizə nə zaman lazım olur? Deyək ki, biz hər hansı bir düyməni müəyyən bir vəziyyətə əsasən aktiv və yaxud deaktiv eləməli oluruq. Bunun üçün də disabled'dan istifadə edirik. Yəni, əgər istifadəçi düyməyə basa bilərsə, icazə varsa, burada disabled olunur və bu düymə aktiv qalır. Amma icazə yoxdursa və yaxud həmin anda bu mümkün deyilsə və olmamalıdırsa, burada disabled əlavə edirik.